Değerli şagirdlər, mən Adəm müəllim 26 oktyabr 10 siniflərin 2-ci qrupunun blok imtahanı riyaziyyat suallarını sizə izah edirəm. Videoya keçməmişdən əvvəl abunə olub dəstək olmağı unutmayın və suallarda diqqətli olun. Deməli, birinci sual müsbət həlli tənasübün kənar həlləri 8 və 18-dir. Bu tənasübün orta həlləri bir-birinə bərabər olarsa, orta həllərin cəmini tapın. Baxın, deməli, kənar həllər 8 və 18-dir. Kənar həllər 8 və 18-dir. Qarlı orta həllər bir-birlərinə bərabərdir. O zaman tənasübün xassəsinə görə orta həllərin hansı kənar həllərin hansına bərabərdir? Yəni x-ə vururam x kvadratı, 8 18-ə vururam edir 144. Kvadratı 144 olan ədəd isə 12-dir. Orta həllərin cəmini soruşur. Orta həllər 12 və 12 olduğuna görə bunların cəmi elədi 24 elədi. Sadə bir sual tipindədir. Keçək növbəti suala. Alfa və beta uyğun tərəfləri paralel olan iti bucaqlardır. Uyğun tərəflər paralel olan iki bucağı bir dənə göstərəyin. Və deməli bu formada yerləşəcək. Bax, bu formada. Alfa və beta. Deməli bu bucaqlar bir-birlərinə bərabərdir. Və deyir alfa plus betanın cəmi bu bucaqların paralel olmayan tərəfləri arasında kör bucaqdan 2,5 dəfə kiçikdir. Yəni biz bunu 2,5-ə vuracağıq. Digər bucağın almaq üçün. O bucaq hansı bucaqdır? Baxın uşaqlar. Paralel olmayan tərəflər deyəndə bunları kəsişən düz xəttin bax burada olanlarından kör bucaq. Bura qoyuruq x. Yəni bu da bərabər x. Alfa betaya bərabər olduğuna görə alfa betanın yerinə alfa yazsaq olar 2 alfa. 2 alfanı vursaq 2,5 olar 5 alfa bərabər x. Biz də burada bilirik ki alfa ilə x-in cəmi 180 dərəcədir və x-in yerinə biz götürüb 5 alfanı yazsaq burada bir dənə alfa da var. Bax bu alfa da var. 5 alfa ilə bir yerdə elir 6 alfa bərabər 180, alfa bərabər 30. Alfa bərabər 30-da deməli beta bərabər 30. Çünki bu bucaqlar bərabər bucaqlardır. Və alfa ilə betanın cəmini soruşur. Hər ikisi 30-30 olduğuna görə cəmimiz elədi 60 və B variantı oldu. 264-ün neçə sadə böləni var? 264-ü gəlin vuruqları ayırağın. 2-yə 132, 2-yə 66, 2-yə 33, 3-ə 11, 11-ə 11-ə 1. 2-dən 3 dənə, 3-dən 1 dənə, 11-dən 1 dənə. Yəni, sadə bölən deyəndə görsün, hərəsindən 1 dənə götürmək lazımdır. Bu da elədir, nə qədər? 3 dənə sadə böləni var. Sonra, mənfi 4,2 ədədinin tam və kəsr hissəsinin hasilini tapın. Mənfi 4,2-nin tam hissəsi mənfi 5-dir. Kəsr hissəsi 0,8-dir. Mənfi 5-i də 0,8-ə vuranda eləyər mənfi 4 və Y variantı doğru olar. Keçək növbəti suala. A-dan çıxıran B ilə C-nin kəsilməsin. Bax, bu A-dır, bu B-dir, bu da C-dir. A, B, C. A-dan B ilə C-nin kəsilməsini çıxıramsa, B ilə C-nin kəsilməsini çıxıram. Bax, üzr istəyirəm. A-dan B ilə C-nin birləşməsinin hamısını çıxıram. Bax, buranın hamısını çıxıb atanda, elə belə deyək də, hara qalır? Təkcə bu hissə qalır. Yəni, təkcə A qalır. Bax, qaydalardan da öyrəndiyiniz kimi, bunu tətbiq etsək əgər, bir dənə nə qalır? Bir dənə A qalmalıdır. A qalmağına baxın, fikir versiniz. Bax, o həmin anda görməlisiniz, C variant doğrudur. Niyə? Həm B-ni çıxmışam, həm də C-ni çıxmışam. A-dan həm B-ni çıxmışam, həm C-ni çıxmışam, hamısını çıxmışam. Yenə də doğru cavab C olacaq. Çünki bir dənə A-dan B-ni də çıxıb atıram, C-ni də çıxır atıram, bir dənə qalır A-nın tək özü. Vəssalam, sadə bir sual. Belə bir şəkil, bu tipdə suallarımız topluluq əsasında çoxdur bizdə uşaqlar. Deməli, AOC 4K-dır, buraya yazıram 4K, COI-yə yazıram 5K. 5K və bütün bucaqlar hamısını verib, aşağıda olan bucağı soruşur. Bunu 3 bucağa çəkib tamamlasam, deməli, 130-dur, yuxarıda 130-dur. Yəni, burada 130 olacaq artıq, çünki uyğun bucaqlardır. 130-un qonşusu olacaq, bu həmin bucağımız olacaq 50. Yəni, bu aşağıdakı bucağımıza, yəni, buradakı bucağımız olacaq 50. 4K bərabərdir, 3 bucaq yaranıb, yəni, bura bir dənə M yazıram. AM o 3 bucağına fikir versəm, AM o 3 bucağına fikir versəm,
Burada bucaqların cəmi hissəsi olduğuna görə burada 106, 50, 156 var. Qalan bucaq olur 24 dərəcə. K da bərabərdir 6. Və aşağında 3 bucağı tamamlasam 130-dursa bunun uyğun olan bucağı da, yox, daha doğrusu uyğun bucağı da yox. Belə eləyək də bunu. Bunu gətirib 3 bucağı tamamlayaq bu formada. K əgər 6-dırsa 5K eləyir 5 6 30. 30 130 elədi nə qədər? 160. Digər bucaq isə bax həmin bu bucaq olur 20. Belə yazaq ki, bu bucaq olur 20. 20-nin qonşusu nə qədərdir? 160-dır. 160-dan da bu x bucağı uyğun bucaqlar olduğuna görə bərabərdir və bizdən soruşulan bucaq da 160 dərəcə olacaq. Keçək növbəti suala. N-in neçə natural qiymətində n kvadratı plus 243 bölünsün ifadəsi qiyməti natural ədəddir. Əlbəttə bunu ayrı-ayrı kəsr formasına yazıb rahat şəkildə görə bilərsiniz ki, n, bunlar ixtisar gedir, n plus 243 bölünsün nə n-ə. Artıq 243-ün elə bil ki, natural bölünlərin sayını tapmalısan. MBS, natural bölünlərin sayı. 243-ü vuruqlara ayırıram. 3-ə 81, 3-ə 27, 3-ə 9, 3-ə 3, 3-ə 1. Yəni 243 nədir? 3-ü 5-dir. Natural bölünlərin sayıda 5 plus 1 qüvvətin üzərinə 1 əlavə elmə alınır və natural bölünlərin sayı eləyir 6 və salam. Tam soruşsaydı artıq tamı tam bölünlərin sayını, natural bölünlərin sayını 2-yə vurub tapacağıq. Belə bir sadə sual. Mənfi 6-nın kvadratı. Mənfi kvadrat ümumiyyətlə mənfidən kənar olduğuna görə bu olacaq mənfi 36. Olacaq 3-ü mənfi 4-ə vursaq eləyəcək mənfi 12. Mənfi 6-nı mənfi 1-ə vursam olacaq elə müsbət 6. Mənfi 36, mənfi 12, mənfi 48 üstünə 6 gələndə eləyəcək mənfi 42 və B variantı doğru olacaq. Keçir növbə. Bəzi suallar yoxdur burada. Keçək növbəti suala. A, B-nin B-də S-nin adı çoxluğudur. Və beləsinə bu formada göstərsək, bax, A, bu A-dır, bu B-dir, bu böyüdə S-dir. A, B-nin altındadır, B-də S-nin adı çoxluğudur. Hamısının kəsməsi gördüyümüz kimi nədir? A-dır. Deməli, doğru cavab A variantıdır. 14. 7 bölü 3 nisbətində olan qonşu bucaqların kiçiyini tapın. Qonşu bucaqlarda cəm 180 dərəcədir. Yəni 7K plus 3K bərabərdir 180. 10K bərabər 180. K bərabərdir 18. Kiçiyi tapın. Əlbəttə kiçiyi tapanda kiçiyə nisbətlərin kiçiyinə vurmaq lazımdır. 3 18-də vuranda 54 və Y variantı doğru cavabdır. Cədvələ keçirik. X-dan Y-in cəmin. Əgər A ədədi əksi mənfi 5-də tərsi nə qədərdir? Tərsi. Mənfi 5-in tərsi mənfi 5-də 1. Tərs deyəndə hasil 1-ə bərabər olmalıdır. Deməli, Y durur nə? Tərsi 2 olun tərsi 2-dirsə nə olmalıdır? Əksi də Y-i verir bizə. Nəyin tərsi 2-dir? Əlbəttə ki, 2-də 1-in belə deyək də, 2-də 1. Əksi 5 A ədədinin əksi mənfi 5-dir. Tərsi mənfi 5-də 1 olmalıdır. B ədədinin əgər tərsi 2-dirsə, bəs onun elə bil ki, yox, belə eləyək də bunu. Hansı ədəd ki, əksi mənfi 5-dir? Bu ədəd 5-dir. Deməli, tərsi də nədir? 5-də 1-dir. Y. Hansı ədəddir? Tərsi 2-dir. Deməli, bu 2-də 1-dir. Bunun əksi nə olacaq? Əksi olacaq mənfi 2-də 1. Və bunların cəmi soruşur. Olacaq 5-də 1 çıxılsın 2-də 1. Mənfi olduğuna görə 10-da buraya yazıram 2 çıxılsın 5. Bu da olacaq 10-da mənfi 3. Və mənfi buradan 10-da 3 götürürük. Sonra 16-cı suala baxırıq. Müqayisə edin. Bu tip ifadələri müqayisə eləmək üçün A bərabər 1 tam %4-də 87-ləri müəyyən qədər sıralamaq olar. B bərabərdir 1 tam 4-də 8, 7-ləri bir nə qədər sadalamaq olar bu şəkildə. C də bərabərdir 1 tam 10-da 8, 87-ləri bir neçə dəfə sadalamaq olar. Və bunun üçün isbat bunları belə necə deyim, müqayisəsini bu şəkildə aparırıq. Deməli, bax, tamlar eyni, onlar eyni və eynilərdən kənarda qalan ifadələri müqayisə eləmək lazımdır. Və burada görürük ki, ən böyük burada 87, yəni C ən böyükdür. 78-də baxırıq, ən böyük deməli bundan sonraki A gəlir.
ən kiçik B gəlir. B, A, C formasında ifadəmiz C variantıdır. Sonra 17-ci suala baxaq. 126 ədədindən kiçik, 120 ilə qarşılığı sadə olanların sayını soruşur. Deməli, bu şəkildə 126-nı vuruqlara ayırmalıyam. 2-yə 63, 3-ə 21, 3-ə 7, 7-ni 7-yə 1, 2-dən 1 dənədir, 3-dən 2 dənə, 7-dən isə 1 dənə. Burada isə biz əsaslardan istifadə edəcəyik. 126 vurulsun, 2 isə 1-dən 2-də 1-i çıxıram. Qarşılığı sadələrin sayını tapmaq qaydasına görə 1-dən 3-də 1-i çıxıram və 1-dən 7-də 1-i çıxıram. Nəhayət 126 vurulsun, 1-dən 2-də 1, 2-də 1, 1-dən 3-də 1, 3-də 2, 1-dən 7-də 1, 7-də 6. 126 vurulsun, 2-lər gedir, 6 ilə də 3 gedir, burada 2 qalır. Neysə, 7-də 2 yazaq bunu. 126 yəqin ki 7-yə bölünər, dua eləyib baxaq hələ. Deməli, bir dəfə 56, 8 dəfə. 18 2-yə vuranda eləyər 36 və həqiqətən də C variantında belə bir sadə ədədlərin sayı var imiş. 18-ə baxaq. Düz xətt üzərində A, B, C nöqtələri qeyd olunub. Hər hansı A, B, C və D nöqtələri qeyd eləyək. A-dan D-yə qədər 40 cm onu bildik. BC 6-dır, yazaq bura 6. Məsələn, AB-yə bir X yazıram, CD-yə bir Y yazıram. Bu qalsın yerində. Bizə deyir AC BD-yə bərabər, AC BD-yə bərabərdir. Yəni X-ın 6-nın cəmi 6 ilə Y-ın cəminə bərabərsə, belə bir hal olur ki, X-ın Y-ın fərqi bərabər 0, tənlik formasında. AD 40-dır, A-dan D-yə qədər 40-dır. Yəni X plus 6 plus Y bərabər 40 olanda, X-dan da Y-ın cəmi 40-dan 6 çıxanda 34 və bu iki ifadəni sistem tənlik formasına götürüb həll etsək, Y-lər gedər, 2 ilə X bərabərdir 34 olar, X bərabər olar 17. X əgər 17-dirsə, bizdən AC-nin uzunluğunu soruşur. A-dan C-yə AC-nin uzunluğu X plus 6 deməkdir və X-imiz 17, üstəgəl 6, bu da elə doğru cavab 23 və C variantı doğru ifadədir. 19. Duz və sudan ibarət olan məhluldakı suyun kütləsinin 25%-i duzun kütləsinə bərabərdir. Yəni, hər hansı bir maddə məhlul götürsək, məsələn, X desək ki, X-a su desək, bunun 25%-i sudan %25 nə qədərdir? Duzdur və ikisi bir yerdə 1,25 nə olmalıdır? Məhlulumuz olmalıdır. Məhlulda olan maddənin faiz miqdarını tapmaq üçün maddəni bölürəm, da hər ikisinə X var yazmıram. Bir ümumi məhlula vururam 100-ə, bu olur duzun. Duzun faizliyi olur. Yəni 25 bölünsün 125 vurulsun 100. 25-dən 125 5-ə xısar aparsam, yuxarıda 1 aşağıda 5 qalar. 100-ü 5-ə 20. Əgər bu ifadənin 20%-i əgər duzdursa, deməli bu ifadənin 80% nə olacaq? Su. Su neçə faizdir? 80% abəndir. Sonra keçək 20-yə. 3 ədəddən biri 60-dır. Birinə yazaq 60. Digər ikisi qarşılığıdır, əksdir. X, bir də Y. Bu 3 ədədin ədədi ortasını tapın. Yəni 60 plus X plus Y bölünsün 3. Yəni X-dan Y əksərlər olduğuna görə əksərlərin cəmi 0 olur. Yəni biz 60-ı götürüb 3-ə bölsək və cavabı 20 olaraq tapacağıq və D variantı. Sonra 21. A və B məntəqələri arasındakı məsafə birinci velosipedçi 15 saata, ikinci velosipedçi 10 saata gedir. Bu velosipedçilər A və B məntəqələri eyni zamanda qarşı-qarşı yola düşdülər. Velosiped neçə saatdan sonra görüşəcəklər. Uşaqlar, qarşı-qarşı yola düşürlərsə, sən ayrı-ayrı tapa bilərsən. Birincinin sürəti, məsələn, S bölünsün 15-dir. İkincinin sürəti isə, məsələn, S bölünsün tam ki 10-dur. Bu ayrı məsələ. Deməli, qarşı-qarşı yola düşürlərsə, artıq S, belə deyək də, 15-də 1, üstəgəl 10-da 1-i bunları toplamaq lazımdır. Orta mərz 30 olacaq. Bunu 2-yə vururuq, bunu 3-ə. Eləyir 5 və ixtisar eləyirik, qalır 6-da 1. Deməli, velosipedçilər 6 saatdan sonra görüşəcəklər. Və bu da doğru cavab eləyər D variantı. 22. Şəkildə nə görürük? Şəkildə görürük ki, bunlar qarşılıq bucaqdır. Yəni 3x bərabərdir, x plus 32. 2x bərabərdir 32 olanda x bərabər nə olur? 16. Deyir, şəklə əsasən bu düz xətlər arasında iti bucağı tapın. X 16-dırsa 3-ə vuracaq, olacaq nə qədər? 48. Bərabər olduğuna görə qarşılıq bucaqlar hər ikisi 48-dir və C variantı doğru olur. Növbəti. 3, 4, 6, K4 rəqəmli ədədi 3-ə qalxız bölünür.
K-nın ala biləcəyi qiymətlərin cəmini tapın. 3, 4, 7, 6, 13 təcər K. Yəni bu ifadə 3-ə bölünməsi üçün rəqəmlərin cəminə baxmalıdır. 13-ün üzərinə gəlsə neçə? 13-ün üzərinə 2 gəlsə 15 olar. 13-ün üzərinə 5 gəlsə 18 olar. 8 gəlsək 21 olar. K rəqəm olduğuna görə artıq bundan o tərəfə yaza bilmərəm. Bunların cəmi soruşur. 2, 5, 7, o da 8. Cəm elədi nə qədər? Cəm elədi 15. Yəni doğru cavab 15-dir. Sonuncu sual, digər suallar yoxdur məndə. Ədəd oxunda koordinat başlanğıcından, koordinat başlanğıcı, yəni 0-dan A 12 nöqtəsi, yəni bura x-i bunun 12-dir. Eyni məsafədə yerləşən nöqtənin koordinatı, yəni artıq bu olacaq nə qədər? 6 olacaq. Məsələn, tutam ki, B 6 nöqtəsi bu ifadənin orta nöqtəsinin koordinatı olacaq və s.